Kimin babası çölə çıxıbsa, bağırsaq uzanır, çölə çıxır da babası ilə. Bax, o insanlar, bax, bu qədər su götürürləyəndə, betadin də alır aptekdən. Bax, belə betadin. Tökür belə suya, suyun rəngini dəyişilənə qədər tökürsünüz. Sonra bunu baxın, belə qarışdırırsınız. Qarışdırırsınız. İsti eləsi də biraz suyu çox yandırmasın. Səhər və axşam 15-20 dəqiqə, 15-20 dəqiqə bu suda oturmaq lazımdır. Bunu çox eləməyəcəksiniz. 3 gün, 4 gün, 1 həftə eləyəcəksiniz. Artıq bağırsaq içəri keçdisə, artıq içəri getdisə, mütləq siz həmən elə bir vaxtı mədə-bağırsaq sistemini düzəltməlisiniz. Mədə-bağırsaq sistemini düzəltmək üçün, yəni qəbizliyi aradan qaldırmalısınız. Baxın, buradan, buradan. Xatun xanımın profilini sabitləyirəm. 520 777 777 520 üstünə vurursunuz, girirsiniz Xatun xanım direktinə yazır ki, qrupa qoşulun. Siz qrupa qoşularaq mədə-bağırsaq sistemini mükəmməl vəziyyətə gətirəcəksiniz və bunu eləyərək babasildən qurtulacaqsınız. Kimin babası çöldədirsə, yenə deyirəm, inşallah bunu istifadə eləsin. Mükəmməl, möcüzə yaşamaq istəyən bunu eləsin. Torbanı eləsin. Utin yağı propolis eləsin miqrenə görə. Arpan eləsin. Bunlar hamısı möcüzədir. Bunlar hamısı sınaqdan keçirilmiş şeylərdir. Mən özüm də bundan sağalmışam.